2022-ci ilin noyabr ayında Aysel Quliyevanın Şabran rayonu E. Mütəllimov adına Ağalıq Kənd Tam Orta Ümumi Təhsil Məktəbinə direktor təyin olunduğu bildirilir. İddialara görə təxminən il yarım sonra 2024-cü ilin may ayında o, Kiçik Kənd Məktəbindən daha böyük təhsil müəssisəsi hesab olunan Şabran şəhəri Tofiq Abbasov adına bir nömrəli Tam Orta Ümumi Təhsil Məktəbinə rotasiya edilib. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, mövcud rotasiya qaydalarına əsasən direktorların daha böyük məktəblərə yer dəyişməsi zamanı onların son 3 il ərzində rəhbərlik etdikləri təhsil müəssisəsində əldə olunan nəticələr nəzərə alınmalı, həmçinin namizədlər müəyyən müsahibə mərhələsindən keçməlidirlər. Lakin müraciət müəllifləri iddia edirlər ki, Aysel Quliyevanın 3 illik müddəti tamam olmadan və müsahibə prosesində iştirak etmədən rotasiya olunması suallar yaradıb. İddialarda diqqət çəkən digər məqam isə Şabran rayon təhsil sektorunun müdürü, müharibə iştirakçısı Emin Mövsumovun adının hallandırılmasıdır. Böyük məktəbə təyinatında rol oynadığı iddia edilir. Eyni zamanda qeyd olunur ki, Emin Mövsumovun həmin dövrdə regional təhsil idarəsində müavin vəzifəsində çalışdığı bildirilən Pərvin Ağasiyevlə yaxın münasibətlərindən istifadə edərək bu yerdəyişmənin həyata keçirilməsinə nail olduğu iddia edilir. Lakin bu məlumatların rəsmi şəkildə təsdiqlənmədiyini də xüsusi vurğulayırıq. Bununla yanaşı, Respublika Fənn Olimpiadalarının təşkili ilə bağlı tanınan şəxslərdən biri olan Tural Alışovla Aysel Quliyevanın tələbə yoldaşı olduğu da qeyd edilir. İddialara görə, ötən il direktorun oğlunun birinci yer qazanması, bu il isə qızının birincilər birincisi seçilməsi müəyyən suallar doğurub. Redaksiyamıza daxil olan məlumatlarda daha sonra bildirilir ki, direktor qızının uğurundan sonra müəllim kollektivindən ona son model iPhone telefonu hədiyyə alınmasını tələb edib. İddialara əsasən, növbəti gün yağışlı hava şəraitinə baxmayaraq, müəllim və şagird kollektivi məktəbə toplanaraq direktorun qızı üçün xüsusi qarşılanma mərasimi təşkil edib. Müəllimlərin səsləndirdiyi iddialar bununla da yekunlaşmır. Onların sözlərinə görə, əlavə dərs saatlarının yazılması üçün müəllimlərdən 50-100 manat arasında pul tələb olunduğu bildirilir. Baş verənlərlə bağlı müraciətlərdə qeyd olunur ki, Şabran rayon təhsil sektorunun müdürü Emin Mövsumovun məsələlərə göz yumduğu iddia edilir. Direktorun 3 illik müddət tamam olmadan daha böyük məktəbə rotasiya olunması isə səsləndirilən iddiaların ciddiliyini artıran məqamlardan biri kimi göstərilir. Qeyd edək ki, yazıda yer alan bütün fikir və iddialar redaksiyamıza daxil olan müraciətlər əsasında hazırlanıb. Mövzu ilə bağlı aidiyyətli qurumların və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. BNTV.az məsələni diqqətdə saxlayır. Növbəki yazılarımızda Aysel Quliyevanın sürətli yüksəlişi ilə bağlı iddialarda hallandırılan digər məqamları və əlavə faktları təqdim etməyə çalışacağıq.